Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 6.6 ion tənlikləri mövzusunu başlığı altındakı sualların izahına birgə baxacağıq. Gəlin əvvəlcə öyrəndiklərinizi tətbiq edinə baxaq. Primbum 2 müsbət və SO4 2 mənfi ionları arasında reaksiyanın baş verməsi üçün hansı maddələrin məhlulları qarışdırılmalıdır? Cavabınızı əsaslandırın. Gəlin yazaq uşaqlar. Bizə verib primbum 2 müsbət SO4 2 mənfi ionları ilə qarşılıqlı təsirdə olur. Alınır primbum SO4 söküntüsü. Uşaqlar, indi biz elə həll olan duzların məhlullarını götürməliyik ki, biri primbum 2 müsbət əmələ gətirsin, digəri də SO4 2 mənfi ionlarını əmələ gətirsin. Bunun üçün biz götürə bilərik primbum NO3 2 dəfə, SO4 üçün də natrium 2 SO4 götürülə bilər və yaxud da kalium 2 SO4 götürə bilərik. Reaksiya nəticəsində nə alınır? Primbum SO4 söküntüsü üzərinə gəlinsin 2 natrium NO3. Gəlin indi bunun ion tənliyini yazaq. Primbum 2 müsbət üzərinə gəlinsin 2 NO3 mənfi, üzərinə gəlinsin 2 natrium müsbət, üzərinə gəlinsin SO4 2 mənfi. Reaksiya nəticəsində alırıq. Primbum SO4 söküntü olduğu üçün olduğu kimi yazırıq. İonlara ayırmırıq. 2 natrium müsbət, üzərinə gəlinsin 2 NO3 mənfi. İndi biz nə görürük uşaqlar? Biz görürük ki, baxın, primbum 2 müsbət var sol tərəfdə, SO4 2 mənfi var sol tərəfdə. Həmçinin sol tərəfdə 2 NO3 var. Bu 2 NO3 ilə sağ tərəfdəki 2 NO3 gedər. Sol tərəfdəki 2 natriumdan sağ tərəfdəki 2 natrium gedər və biz buradan da görürük ki, primbum 2 müsbət üzərinə gəlinsin SO4 2 mənfi alınır primbum SO4 söküntüsü. Deməli biz hansı maddələr götürdük? Primbum NO3 2 dəfəni götürdük. Bir də natrium 2 SO4-ü və yaxud da kalium 2 SO4-ü götürə bilərik. Götürdük. İkinci suala baxaq. Hansı reaksiyaların qısa ion tənliyi H müsbəti ilə OH mənfi ionları və H2O kimi alınır? Gəlin bir-bir yazaq uşaqlar. Bizə verib birincidə barium OH2 üzərinə gəlinsin H2SO4. Reaksiya nəticəsində nə alınır? Barium SO4 söküntüsü üzərinə gəlinsin su. Reaksiya tənliyində əmsallaşdırsaq uşaqlar. Biz görürük ki, sol tərəfdə 4 dənə hidrogen var. Buna görə də sağ tərəfdə də H2O-nun qabağına 2-ni yazdım. 4 dənə hidrogeni əmsallaşdırmış olduq. İndi biz qısa ion tənliyini yazaq. Barium 2 müsbət üzərinə gəlinsin 2 OH mənfi, üzərinə gəlinsin 2H müsbət, üzərinə gəlinsin SO4 2 mənfi alınır. Barium SO4 söküntüdür. İonları ayıra bilmirik. Üzərinə gəlinsin 2H2O varsa, elə 2H2O şəklində də yazsam, çünki elə bizdən H2O-nu istəyir. Aha, gəlin baxaq uşaqlar. Biz görürük ki, bariumla, baxın, barium var, SO4 var. Yəni, barium 2 müsbət, üzərinə gəlinsin SO4 2 mənfi var. Aldıq barium SO4 söküntüsünü. Düzdürmü? Burada isə, baxın, bu ikiləri aparıram. Olduğu kimi ikiləri apardım. 2-dəki OH, buradakı 2-ni, bunu da apardım. Aldım OH mənfi, üzərinə gəlinsin H müsbət, aldım H2O-nu. Düzdürmü? Biz də deyirik ki, hansı reaksiyaların qısa ion tənliyi yalnız bunun kimidir. Biz də gördük ki, burada artıq 2 dənə tənlik var. Deməli, biz bunun ion tənliyini sadəcə buradan ibarət götürə bilmərik. Çünki barium üzərinə gəlinsin, barium 2 müsbət üzərinə gəlinsin, SO4 2 mənfidən də barium SO4 söküntüsünü aldıq biz. Buna görə də biz buna bir xətt qoyduq. İkinciyə baxaq. İkincidə verib kalium OH üzərinə gəlinsin HNO3 alınır. Kalium NO3 üzərinə gəlsin su. Düzdürmü? Gəlin reaksiya tənliyində yazaq indi bunun. Kalium müsbət
üzərinə gəlsin OH mənfi, üzərinə gəlsin H müsbət, üzərinə gəlsin NO3 mənfi, kalium müsbət, üzərinə gəlinsin NO3 mənfi, üzərinə gəlinsin su. Suyu da biz uşaqlar H üzərinə gəlsin OH mənfi kimi yaza bilərik. Amma reaksiya tənliyinin cavabında olduğu üçün H4 şəklində yazdım. Aha, baxaq indi. Biz nə görürük? Görürük ki, sol tərəfdə kalium var, sağ tərəfdə kalium var. Sol tərəfdə NO3 var, sağ tərəfdə NO3 var. Sol tərəfdə qaldı OH mənfi, üzərinə gəlsin H müsbət. Aldıq, sağ tərəfdə də H2. Deməli, elə bizim qısa iyon tənliyimiz OH mənfi ilə H müsbətin H2 alınmasından oldu. 2-yə 1 plus qoyduq. Baxaq indi üçüncüyə. Üçüncüdə bizə verib kalsium H2, üzərinə gəlinsin 2H klor. Reaksiya nəticəsində alınır kalsium klor 2, üzərinə gəlinsin nə uşaqlar? Su. Bu da alındı su şəklində. Əmsallaşdırsaq da görürük ki, sol tərəfdə 4 dənə hidrogen var. Buna görə də sağ tərəfdə də 4 dənə hidrogen olması üçün 2-ni qabağına atdım. İndi iyon tənliyini yazsaq. İyon tənliyini yazsaq. Kalsium 2 müsbət. Üzərinə gəlsin 2OH mənfi. Üzərinə gəlsin 2H müsbət. Üzərinə gəlsin 2 xlor mənfi. Alınır kalsium 2 müsbət. Üzərinə gəlsin 2 xlor mənfi. Üzərinə gəlsin 2 su. 2 mol su. Gəlin baxaq uşaqlar. Görürük ki, sol tərəfdə kalsium var, sağ tərəfdə kalsium var. Sol tərəfdə xlorlar var, sağ tərəfdə xlor var. Getdi. İndi buradakı ikiləri də ixtisar apardım. Aparandan sonra reaksiya tənliyim nə oldu? OH mənfi, üzərinə gəlsin H müsbət, aldım H2-onu. Deməli, bu da bizim reaksiya tənliyimizi ödədi. 2 ilə 3-ü götürdük. Dördüncüyə baxaq. Verib sinko, üzərinə gəlinsin 2H xlor. Alınacaq sinxlor 2, üzərinə gəlinsin su. Reaksiya tənliyi əmsallaşmışdı. Görürük ki, indi gəlin yazaq bunun da qısa iyon tənliyini. Sinko onu elə olduğu kimi sinko kimi yazıram uşaqlar. Çünki onu parçalamağa ehtiyac yoxdur. Sinklə oksigen ayrı-ayrılıqla yazıla bilməz. 2H müsbət. Üzərinə gəlsin 2 xlor mənfi. Alınır sink 2 müsbət. Üzərinə gəlsin 2 xlor mənfi, üzərinə gəlsin su. Aha. Baxaq. İndi görək burada nə gedir? Burada görürük ki, gedən sadəcə xlorlardır. Uşaqlar, baxın. Alınıb sinko 2H müsbət. Sink 2 müsbət və su. Biz nə görürük? Görürük ki, sol tərəfdə OH mənfi iyonu ümumiyyətlə yoxdur. OH mənfi iyonu olmadığına görə biz bu reaksiya tənliyini eləməyəcək, ödəməyəcək. Buna da bir xətt qoyduq. Gəlin, sonuncuya da baxaq. 2 natrium OH verib. CO2 ilə reaksiyaya daxil olub. Reaksiya nəticəsində nə alınacaq? Natrium 2 CO3. Üzərinə gəlinsin. Üzərinə gəlinsin su. İndi gəlin, bunu da yazaq. Qısa iyon tənliyini yazsam. 2 natrium müsbət. Üzərinə gəlinsin 2 OH mənfi. Üzərinə gəlinsin CO2. Alınır 2 natrium müsbət. Üzərinə gəlinsin CO3 2 mənfi. Üzərinə gəlsin su. Aha. Baxsaq, görürük ki, natriumlar gedir. Amma uşaqlar, biz nə görürük? OH mənfi iyonu var, H müsbət iyonu yoxdur. H müsbət iyonu olmadığına görə də bu reaksiya tənliyini ödəməyəcək. Deməli, doğru cavabımız olacaq 2-3. Üçüncü suala baxaq. Hansı iyon tənliyində oksidləşmə reduksiya prosesini əks etdirir? Cavabınızı əsaslandırın. Gəlin baxaq uşaqlar. Bizə birinci verib nə? CO3 2 mənfi iyonu. Düzdürmü? CO3 2 mənfi iyonu 2H müsbətinə reaksiyaya daxil olub, alıb CO2
üzərinə gəlsin su. Burada biz oksidaşma dərəcəsini necə tapa bilərik? Gəlin bunu birinci sizə izah edeyim. Ümid edirəm ki, bilirsiniz. Bilməsə bilməyən uşaqlar üçün yenidən təşkil edirəm. Oksigenin oksidaşma dərəcəsi nədir? -2-dir. -2-ni yazdım bunun üzərinə. İndi bizə karbon oksidaşma dərəcəsi lazımdır. Ona görə də onu işarə etdim X-la. X üzərinə gəlinsin. -2-ni vurdum indeksə, yəni 3-ə. Aldıq -6. Yəni üzərinə gəlsin -6. Alınıb nə uşaqlar? -2. Buradan X-i tapsam. X -6 yazmaqda -6 yazdım uşaqlar. Bircə dəqiqə. Aha, baxın. X çıxılsın 6 bərabərdir -2-yə. X də olacaq. -2 üzərinə 6-nı gəlsəm -4. Deməli, karbonun oksidaşma dərəcəsi nə oldu? -4 oldu. -4. İndi biz, istəyirsiniz silim tam dəqiq olsun, baxın. Çox sildi. Aha. -4. İndi sol tərəfdə karbonun -4 olduğunu gördük. Sağ tərəfdə də karbon -2, -4, -4 olacaq. Deməli, nədir? Karbon oksidaşma dərəcəsi dəyişmədi. Karbon oksidaşma dərəcəsi dəyişmədiyinə görə təbii ki, biz bunu oksidaşma reduksiya reaksiyasına götürə bilmərik. İkinciyə baxıram. Sink verib, kuprum 2 müsbət veribdir. Alıbdır, sink 2 müsbət. Üzərinə gəlinsin kuprum. Biz nə görürük uşaqlar? Görürük ki, sərbəst halda sinkin özü 0-dır. Müsbət 2 oksidaşma dərəcəsinə gəlib çıxıbdır. Yəni 0-dan müsbət 2-yə gəlibdir. Oksidaşma prosesi baş veribdir. Kuprum özü müsbət 2-dir. Sərbəst halda 0-dır. Müsbət 2-dən 0-a gəlibdir. Mis də neyinib? Reduksiya olunub. Sink oksidləşib, mis də reduksiya olunub. Deməli, bu nə olacaq? Oksidləşmə reduksiya reaksiyası olacaq. Daha sonra bizə verib maqnezium 2H müsbət alınıb, maqnezium 2 müsbət üzərinə gəlinsin H2. Maqnezium sərbəst halda 0-dır. Müsbət 2 olubdur. 0-dan müsbət 2-yə gəlibdir. Deməli, oksidləşibdir maqnezium. Hidrogen müsbət 1-dir. 0-a gəlibdir. Hidrogen də 1-dən, müsbət 1-dən 0-a gəldiyinə görə nə olubdur uşaqlar? Reduksiya olunubdur. Deməli, oksidləşmə və reduksiya prosesləri vardır. Buna görə də biz bunu oksidləşmə reduksiya reaksiyası kimi götürəcəyik. 3-ü də götürdüm. 4-ə baxıram. Barium. Baxaq. Görən ki, adamın gözünü ağrıdır uşaqlar. Barium 2 müsbət üzərinə gəlsin SO4 2 mənfi alınıb barium SO4. Aha. Bariumun özü nədir? Müsbət 2-dir. SO4-ün özü nədir? Burada SO4-də tapsaq uşaqlar. Baxın. -2 düzdürmü? -2-ni vurdum. Burada sulfatın, cəm sulfatı tapım. Yenə də bir də ətraflı olması üçün. X üzərinə gəlinsin. -2 vurdum indeksə 4-ə. Yəni -8 alırıq nə? Bu ionun yükünü. Yəni -2-yə. Oksigen oksidaşma dərəcəsi -2-dir. -2-ni vurdum indeksə. Yəni 4-ə. Aldım -8. X üzərinə gəlinsin. -8 alınır nə? SO4 2 mənfi ionundakı o mənfidən danışırıq. Bax, buradakı 2-dən danışırıq uşaqlar. Buradan da alınacaq. X çıxılsın 8 bərabərdir -2-yə. X da bərabərdir müsbət 6-ya. Deməli, elə sulfatın oksidaşma dərəcəsi nədir? Müsbət 6-dır. Buradan da sulfatı tapsaq. Oksigen -2-dir. Barium müsbət 2-dir. -2-ni vurdum 4 oldu. -8. -8-in üzərinə 2-ni gəldim oldu. -6. Tərsinə çevirəndə də sulfatın, yəni kükürdün oksidaşma dərəcəsi nə olacaq uşaqlar? Müsbət 6. Buradan da göründüyü kimi kükürd elə müsbət 6 idi. Buradan da müsbət 6-ya gəldi. Oksidaşma dərəcəsi dəyişmədi. Deməli, oksidaşma reduksiya prosesini neynəmədi? Əks etdirmədi. Doğru cavabımız oldu 2-3. Öyrəndiləriniz yoxlayına baxaq. Hansı ionlar arasında reaksiya axıra qədər gedir? Uşaqlar, nə öyrənmişdik? Öyrənmişdik ki, reaksiya o zaman axıra qədər gedir ki, çöküntü yaransın, qaz ayrılsın, zəif elektrolit, yəni su ayrılsın, su əmələ gəlsin. Deməli, bunlar əmələ gələndə reaksiya axıra qədər gedirdi. Bizə verib barium 2 müsbət SO4 2 mənfi. Reaksiya nəticəsində nə alınır uşaqlar? Barium SO4 çöküntüsü. Barium SO4 çöküntü olduğuna görə o suda həll olmur. Deməli, neynəyəcək? Reaksiya axıra qədər gedəcək.
İkincidə verib ferium 2 müsbəti ilə OH mənfi iyonu reaksiya nəticəsində alınacaq uşaqlar. Baxın, ferium 2 müsbət verib OH mənfi ilə reaksiyaya daxil olur. 2 OH olacaq təbii ki. Alınacaq ferium OH2 çöküntüsünü, yəni yaşılımtıl çöküntünü əmələ gətirəcək. Bu da çöküntü olduğuna görə, suda həll olmayan hidroksid olduğuna görə bu nə edəcək? Reaksiya axıra qədər gedəcək. C-də verib kalium müsbət S2 mənfi. Kalium müsbətlə S2 mənfi nədir uşaqlar? Biz mövzularda keçəndə qeyd eləmişdik ki, fosfatdır, karbonatdır, sulfidlərin çoxu suda həll olunurdu. İstisnalarımız nə idi? Natrium, kalium, NH4 istisna olmaqla qalanların çoxu həll olunurdu. Buradan da görürük ki, reaksiya nəticəsində nə alınacaq? Kalium 2S. Kalium 2S də nə edir? Suda həll olur. Ona görə də bu reaksiya nə edəcək? Axıra qədər getməyəcək. Suda həll olmasaydı reaksiya gedərdi uşaqlar. D variantında verib mis, bir də SO4. Alınır nə? Kuprum SO4. Kuprum SO4-də hər hansı bir çöküntü əmələ gətirmir, suda həll olur. Buna görə də reaksiya axıra qədər getmir. C-ni sildim, D-ni sildim, Y-yə baxıram. Y-də alınıb sinklə NO3-dür. Biz də bilirik ki, alınır sink NO3 2 dəfə. Nəyə bilirik? Mövzuda qeyd elədik ki, bütün nitratların hamısı suda həll olurdu. Deməli, nə edəcək? Biz bunu da götürməyəcəyik. F-də kalsiumdan CO3 girir. Reaksiya nəticəsində alınır nə? Kalsium karbonat çöküntüsü. Kalsium karbonat çöküntüdür. Reaksiya o zaman axıra qədər gedirdi ki, çöküntü yaransın, qaz ayrılsın, zəif elektrolit, yəni su əmələ gəlsin. Buna görə də çöküntü ayrıldığına görə reaksiya axıra qədər gedəcək. İkinciyə də baxaq. Aşağıdakı maddələrin məhlullarını qarışdırdıqda baş verən reaksiyaların ion tənliklərini tərtib edin. Gəlin tərtib eləyək uşaqlar. Birinci bizə verib gümüş nitrat, argentum NO3, kalium xloridlə reaksiyaya daxil olub, reaksiya nəticəsində alınır argentum xlor çöküntüsü, üzərinə gəlinsin kalium NO3. Reaksiya tənliyini yazsaq uşaqlar, açıq aydın yazıram ki, hər birisi aydın olsun. Argentum müsbət, üzərinə gəlinsin NO3 mənfi, üzərinə gəlinsin kalium müsbət, üzərinə gəlinsin xlor mənfi. Alınır, argentum xlor çöküntü olduğu üçün ionlarını ayıra bilmirik. Kalium müsbət, üzərinə gəlinsin NO3 mənfi. Düzdürmü? Buradan da argentumlar getdi. NO3'lər getdi uşaqlar. Saçdım, üzr istəyirəm. NO3'lər getdi. Kalium getdi və alındı nə? Argentum müsbət. Argentum müsbət. Üzərinə gəlinsin xlor mənfi. Alındı argentum xlor. Bu qədər. İkinciyə baxaq. Gəlin ikinciyə baxaq. İkincidə verib mis 2 xlorid, yəni kuprum xlor 2. Natrium hidroksid, natrium OH ilə reaksiyaya daxil oldu. Reaksiya nəticəsində alındı kuprum OH2 çöküntüsü. Üzərinə gəlinsin natrium xlor. Reaksiya tənliyini də əmsallaşdırsam nə olar uşaqlar? 2 dənə xlor olduğuna görə 2 natrium xlor olar. Sol tərəfdə də natrium OH-ın qabağına 2-ni yazsam reaksiya tənliyi əmsallaşar. İndi gəlin ion tənliyini yazaq. Kuprum 2 müsbət, üzərinə gəlinsin 2 xlor mənfi, üzərinə gəlinsin 2 natrium müsbət, üzərinə gəlinsin 2 OH mənfi. Alınır. Kuprum OH2 çöküntüdür. Olduğu kimi yazdıq. Üzərinə gəlinsin 2 natrium müsbət, üzərinə gəlinsin nə? 2 xlor mənfi. Buradan da xlorları apardıq, natriumları apardıq, aldıq nə? Kuprum 2 müsbət, üzərinə gəlinsin 2 OH mənfi, alındı kuprum OH2. Sonuncuya da baxaq. Sonuncuda verib bizə kalsium xlorid, kalsium xlor 2, üzərinə gəlinsin kalium orta fosfat, yəni kalium 3PO4. Alınır nə uşaqlar? Kalsium 3 PO4 2 dəfə, üzərinə gəlinsin kalium xlor. Gəlin reaksiya tənliyini əmsallaşdıraq uşaqlar. Biz görürük ki, sağ tərəfdə 3 kalsium var. Kalsium xlor üçün qabağına 3 atıram. 6 xlor olduğuna görə
Kalium xlorun qabağına 6-nı yazıram. 6 kalium olduğu üçün kalium 3PO4-ün də qabağına 2-ni atıram. Gəlin indi reaksiya təniyini yazaq. 3 kalsium 2 müsbət. 3-ü vurdum 2-yə. Üzərinə gəlinsin 6 xlor mənfi. 2-ni vurdum 3-ə. 6 kalium müsbət. 2-ni də vurdum PO4-ə. 2 PO4 3 mənfi. Kalsium 3PO4 2 dəfə çöküntü olduğuna görə olduğu kimi yazıram. Kalsium 3PO4 2 dəfə. Üzərinə gəlinsin 6 kalium müsbət. Üzərinə gəlinsin 6 xlor mənfi. Nə görürük uşaqlar? Kaliumlar getdimi? Xlorlar getdimi? Alırıq 3 kalsium 2 müsbət. Üzərinə gəlinsin 2 PO4 3 mənfi. Alındı. Kalsium 3 PO4 2 dəfə. Bunda iyon tənliyi bu şəkildə oldu. Ümid edirəm ki, izahım aydın oldu uşaqlar. Kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.